Qoçlar. Qoçlar, fevral ayı sizin üçün enerjisi olduqca yüksək, dinamik, lakin eyni zamanda gərginliyin də hiss olunduğu bir dövr ola bilər. Ay ərzində bir çox günlərdə sanki gözünüzü açan kimi daxilinizdə tükənməz bir güc, həddindən artıq tələskənlik və hər şeyi dərhal etmək istəyi formalaşacaq. Bu enerji sizi irəli aparır, amma eyni zamanda sizi tez yorur və səbirsizləşdirir. Sanki bir yarışdasınız və hər saniyə dəyərlidir. Amma həyat sprint deyil, marafondur. Bunu fevral boyunca tez-tez özünüzə xatırlatmalı olacaqsınız. Ayın ilk yarısında hiss edəcəyiniz bu tələskənlik bəzən ətrafınızdakı insanlara da keçə bilər. Ailə üzvləriniz və ya yaxınlarınız sizin bu sürətinizə ayaq uydura bilməyəcəklər. Bəzən kimsə sizə biraz yavaşla, nə tələsirsən, deyə bilər. Bu sizi əsəbləşdirə bilər, çünki özünüzü düzgün anlaşılmadığını düşünəcəksiniz. Amma əslində onlar sizi qorumaq istəyirlər. Bu qayğını qəbul edin və biraz nəfəs alın. Ayın müəyyən günlərində özünüzə niyə heç nə düz getmir sualını verə bilərsiniz. Amma əslində problem düşündüyünüz qədər böyük olmayacaq. Sadəcə siz özünüzü həddindən artıq yükləmisiniz. Biraz yavaşlamağı bacarsanız, fevralın ikinci yarısı daha rahat, daha məhsuldar keçəcək. İş və karyera baxımından fevral ayı sizdən tez-tez sürətli qərarlar tələb edəcək. Əgər rəhbər mövqeyindəsinizsə və ya lider rolunda çıxış edirsinizsə, ay ərzində komandanızın sizə müraciət edəcəyi bir neçə təcili məsələ yarana bilər. Onlara cavab verərkən səbir göstərin, hər şeyi tək başına öz üzərinizə götürməyin. Siz bəzən bir işi özünüz görəndə daha sürətli alınır deyə düşünürsünüz, amma bu ay başqalarına da imkan vermək lazımdır. Əməkdaşlıq sizi irəli aparacaq, təkbaşınalıq isə yoracaq. Fevral boyunca kimsə sizə yeni bir təklif edə bilər, bir layihədə iştirak etməyinizi istəyə bilər. Birbaşa xeyr deməyin. Ən azı dinləyin, şərtləri öyrənin, sonra qərar verin. Tələsik qərarlar bu ay xüsusilə risklidir. İş mühitində fevral ayının çətin mövzularından biri də kommunikasiya ola bilər. Bir həmkarınızla fikir ayrılığı yaşana bilər. O sizin yanaşmanızı başa düşməyə bilər, siz də onunkunu. Bu zaman özünüzü isbat etmək istəyəcəksiniz və mübahisə qızışa bilər. Amma yadınızda saxlayın, hər döyüşü qazanmaq lazım deyil. Bəzən geri çəkilmək, fikrinizi deyib sakitcə mövqenizi qorumaq daha böyük gücdür. Ayın sonunda sizin nəticələriniz danışacaq, mübahisələr yox. Maliyyə baxımından fevral ayı böyük sıçrayışlar vəd etmir, amma kiçik, gözlənilməz xərclər yarana bilər. Evdə nəsə xarab ola bilər, təmir lazım gələ bilər, yaxud bir yaxınınız sizdən maddi dəstək istəyə bilər. Əgər pul verirsinizsə, əvvəlcədən özünüz üçün qərar verin ki, bunu geri almağa tam ümid etməyəcəksiniz. Yalnız itirə biləcəyiniz məbləği verin. Ayın sonunda büdcənizə baxanda planlaşdırdığınızdan bir qədər artıq xərc çıxdığını görə bilərsiniz. Panikaya düşməyin, bu ciddi problem deyil, sadəcə gələcək aylar üçün dərsdir. Sevgi və şəxsi münasibətlər baxımından fevral ayı emosional gərginliklərlə yadda qala bilər. Xüsusilə uzun müddətdir həyatınızda olan insanlarla, partnyor, həyat yoldaşı, ailə üzvləri, kiçik mübahisələr, soyuq davranışlar yaşana bilər. Səbəb çox vaxt xırda bir söz, bir jest olacaq. Amma siz bunu böyütməyə meyilli ola bilərsiniz. Ona görə də danışmazdan əvvəl özünüzə sual verin, bu həqiqətən vacibdirmi? Tək qoçlar fevral ayında zaman-zaman özlərini tənha hiss edə bilərlər. Qısa yazışmalar, yarımçıq tanışlıqlar ola bilər, amma dərhal dərin bağlanmayın. Hər şeyin öz zamanı var. Sağlamlıq baxımından fevral ayında enerjiniz yüksək olsa da əsəb sisteminiz həssasdır. Ay ərzində çox düşünmək, daim gərgin olmaq axşam saatlarında baş ağrısı, boyun və çiyin ağrıları yarada bilər. Təmiz hava, qısa gəzintilər, dərin nəfəs almaq sizin üçün çox vacibdir. Özünüzü məcbur etməyin. Marsın təsiri altında olan qoçlar bu ay fiziki və mental enerjilərini balansda saxlamağa xüsusi diqqət yetirməlidirlər. Fevral ayının sonunda özünüzə deyin. Mən bu ay əlimdən gələni etdim. Mən irəliləyirəm. Özünüzü günahlandırmayın. Siz güclüsünüz, amma güclü olmaq üçün dincəlmək də lazımdır. Bu ayın dərsi, güc və səbr balansda olduqda həqiqi uğur gəlir. Buğalar.
Buğalar, fevral ayı sizin üçün daxili sabitlik, düşüncələrin aydınlaşması və həyatın tempini öz ritminizə uyğunlaşdırmaq dövrüdür. Bu ay sizdən kəskin dönüşlər, ani qərarlar tələb etmir. Əksinə, fevral sizə deyir ki, dayan, bax, dinlə və sonra davam et. Son vaxtlar üzərinizə düşən məsuliyyətlər, gözləntilər və bəzən də başqalarının istəkləri sizi bir qədər yorub. Fevral ayı bu yorğunluğu anlamaq və onu düzgün şəkildə idarə etmək üçün çox münasib zamandır. Ay ərzində özünüzü tez-tez düşüncələr içində tapa bilərsiniz. Keçmişdə verdiyiniz qərarları xatırlaya, düz etdimmi, sualını özünüzə verə bilərsiniz. Bu suallar sizi geriyə çəkmək üçün yox, daha sağlam gələcək qurmaq üçün ortaya çıxır. Özünüzə qarşı sərt olmayın. Siz hər şeyi bacardığınız qədər və o anın şərtlərinə uyğun etmisiniz. Fevral ayı özünüzü bağışlamağı və rahatlamağı öyrədir. Fevral ayı buğalar üçün səssiz, amma möhkəm irəliləyiş ayıdır. Kənardan baxanda sanki ciddi dəyişiklik yoxdur, amma əslində siz bu ay öz mövqeyinizi gücləndirirsiniz. İş həyatında səbriniz, davamlılığınız və məsuliyyət hissiniz daha çox diqqət çəkəcək. Rəhbərlik və ya iş yoldaşlarınız sizə güvənməyə meyilli olacaqlar, çünki siz başladığınız işi yarımçıq qoymursunuz. Ayın ilk yarısında işlə bağlı bəzi gecikmələr və ya planların uzanması sizi narahat edə bilər. Amma unutmayın ki, bu gecikmələr sonradan səhvlərin qarşısını alacaq. Sizin üçün fevral tez bitsin ayı deyil, düz olsun ayıdır. Əgər yeni iş təklifi, layihə və ya əlavə məsuliyyət gündəmə gələrsə, dərhal cavab verməyə tələsməyin. Şərtləri diqqətlə oxuyun, düşünün, özünüzlə məsləhətləşin. Sizin gücünüz düzgün seçim etməkdədir. Maliyyə baxımından fevral ayı ümumilikdə sabit, amma diqqət tələb edən bir dövrdür. Gəlirlərinizdə kəskin azalma gözlənilmir, lakin xərclər arta bilər. Xüsusilə ev, rahatlıq, ailə və şəxsi zövqlə bağlı xərclər ön plana çıxa bilər. Özünüzə buna ehtiyacım var deyib alışlar edə bilərsiniz. Bu normaldır, amma ölçünü qorumaq vacibdir. Fevral ayı yığım və planlama üçün əlverişlidir. Ayın ortalarında gələcək aylar üçün maliyyə planı qurmaq, borc və öhdəliklərə yenidən baxmaq sizə daxili rahatlıq gətirəcək. Pul mövzusunda kiməsə kömək etmək istəsəniz, bunu özünüzü sıxmadan edin. Hər kəsə dəstək olmaq sizin borcunuz deyil. Sevgi həyatında fevral ayı buğalar üçün emosional dərinlik və təhlükəsizlik ehtiyacı gətirir. Siz bu ay səthi münasibətlərdən uzaq durmaq istəyəcəksiniz. Münasibətdə olan buğalar üçün yaxınlıq, səmimi söhbətlər və qarşılıqlı anlayış çox vacib olacaq. Partnyorunuzdan diqqət və qayğı gözləyəcəksiniz. Əgər bunu görməsəniz, içinizə qapanmaq və susmaq ehtimalı arta bilər. Amma unutmayın, susmaq sizi qorusa da münasibəti zəiflədir. Duyğularınızı sakit və açıq dillə ifadə etmək bu ay münasibətləri xilas edə bilər. Kiçik incikliklər yığılıb böyüməsin deyə danışmaqdan çəkinməyin. Subay buğalar üçün fevral ayı sürətli eşqlərdən çox, yavaş, etibarlı və zamanla dərinləşən tanışlıqlar vəd edir. İlk baxışdan alovlanma yox, iç rahatlığı verən insanlar sizi cəlb edəcək. Tələsməyin, doğru olan gecikə bilər, amma gələndə qalıcı olar. Fevral ayında ailə mövzuları daha ön plana çıxa bilər. Valideynlər, yaşca böyük ailə üzvləri və ya evlə bağlı məsələlər sizdən diqqət və məsuliyyət tələb edə bilər. Siz adətən bu yükü səssizcə daşıyırsınız, amma unutmayın ki, hər şeyi tək başına həll etmək məcburiyyətində deyilsiniz. Kömək istəmək zəiflik deyil. Dost çevrəsində isə biraz seçicilik arta bilər. Hamı ilə hər mövzuda ünsiyyət qurmaq istəməyəcəksiniz. Daha çox sizi anlayan, sakit insanlar yanınızda olacaq. Sağlamlıq baxımından fevral ayı sizə bədəninizin siqnallarını dinləməyi öyrədir. Yorğunluq, halsızlıq, boğaz, boyun və bel nahiyəsində gərginlik hiss oluna bilər. Bu, daha çox emosional yüklənmənin nəticəsidir. Yuxu rejimi, düzgün qidalanma və fiziki rahatlıq bu ay çox vacibdir. Özünüzə vaxt ayırın. Sakit gəzintilər, təbiət, rahat musiqi və stressiz mühit sizin üçün şəfa olacaq. Özünüzü məcbur etməyin, fevral ayı yarış deyil. Əkizlər. Əkizlər, fevral ayı sizin üçün düşüncələrin sürətləndiyi, məlumat axınının artdığı və daxili qarışıqlığın zaman-zaman ön plana çıxdığı bir dövr olacaq. Bu ay beyniniz demək olar ki, heç vaxt susmur.
Yeni ideyalar, planlar, suallar, ehtimallar art-arda gəlir. Bir tərəfdən bu sizi canlandırır, motivasiya edir, digər tərəfdən isə yorur. Fevral sizdən hər şeyi eyni anda etməyi yox, düşüncələrinizi düzgün istiqamətə yönəltməyi tələb edir. Ay ərzində özünüzü tez-tez seçim qarşısında tapa bilərsiniz. Hansı yol daha doğrudur? Hansı qərar sizi irəli aparacaq? Bu suallar sizi bir qədər gərgin edə bilər. Amma unutmayın, siz hər şeyi dərhal həll etmək məcburiyyətində deyilsiniz. Fevral ayı sizə zaman qazandırır. Tələsmədən mərhələli şəkildə irəliləmək bu ay ən doğru strategiyadır. Fevral ayı əkizlər üçün ünsiyyət, danışıqlar və məlumat mübadiləsi baxımından çox aktivdir. Görüşlər, yazışmalar, telefon danışıqları, təqdimatlar artacaq. Siz bu mühitdə özünüzü rahat hiss edirsiniz, çünki sözlə işləməyi bacarırsınız. Ay ərzində yeni layihələr, təkliflər və ya əməkdaşlıqlar gündəmə gələ bilər. Amma diqqətli olun, hər parlayan imkan qızıl deyil. Ayın ilk yarısında diqqətiniz tez-tez dağılacaq. Bir işi başlayıb yarımçıq qoymaq, sonra başqa mövzuya keçmək meyli arta bilər. Bu isə həm sizi, həm də ətrafınızdakiları çaşdıra bilər. Fevral sizdən planlı olmağı tələb edir. Kiçik siyahılar, prioritetlər və vaxt bölgüsü sizi xilas edəcək. Ayın ortalarına doğru bir rəhbər və ya nüfuzlu şəxs sizinlə bağlı fikir bildirə bilər, məsləhət verə və ya yol göstərə bilər. Bu sözləri diqqətlə dinləyin. Hətta sərt səslənsə belə içində faydalı mesaj olacaq. Ayın sonuna doğru isə iş həyatında daha aydın istiqamət formalaşacaq. Maliyyə baxımından fevral ayı əkizlər üçün dalğalı, amma idarə olunan bir dövrdür. Gəlirlərdə ani artım və ya azalma ehtimalı var, xüsusilə əlavə işlər, kiçik layihələr və ya yan gəlirlər mövzusunda. Pul sürətlə gəlib, sürətlə də çıxa bilər. Əsas məsələ nə qədər qazandığınız yox, onu necə idarə etdiyinizdir. Bu ay impulsiv xərclərdən uzaq durmaq vacibdir. Sonra baxaram deyib etdiyiniz alışlar ayın sonunda sizi narahat edə bilər. Fevral ayı maliyyə planı qurmaq üçün idealdır, amma plana əməl etmək şərt ilə. Sevgi həyatında fevral ayı əkizlər üçün ünsiyyətin həlledici olduğu bir dövrdür. Siz danışmaq, paylaşmaq, sual vermək istəyirsiniz. Əgər partnyorunuz sizin bu ehtiyacınızı qarşılayırsa, münasibətlər daha da dərinləşəcək. Əks halda özünüzü anlaşılmamış hiss edə bilərsiniz. Münasibətdə olan əkizlər üçün kiçik anlaşılmazlıqlar mümkündür, amma bunlar ciddi problemə çevrilmədən həll oluna bilər. Əsas odur ki, susmayın. Siz susduqca problemlər böyüyür. Duyğularınızı açıq şəkildə ifadə edin, amma sözlərinizi diqqətlə seçin. Subay əkizlər üçün fevral ayı tanışlıqlar baxımından hərəkətli ola bilər. Yazışmalar, qısa flörtlər, ani maraqlar mümkündür. Amma dərhal böyük gözləntilər qurmayın. Bu ay daha çox tanımaq, yoxlamaq ayıdır, bağlanmaq yox. Ailə daxilində fevral ayı daha çox söhbət, müzakirə və fikir mübadiləsi ilə keçə bilər. Bəzən köhnə mövzular yenidən açılacaq. Bu sizi yoracaq, amma eyni zamanda bəzi məsələlərin aydınlaşmasına səbəb olacaq. Sözlərinizin tonuna diqqət edin, istəmədən kimisə incitmək riski var. Dost çevrəsində isə seçicilik arta bilər. Hamı ilə hər mövzuda ünsiyyət qurmaq istəməyəcəksiniz. Daha çox sizi anlayan, eyni dalğada olduğunuz insanlara yönələcəksiniz. Sağlamlıq baxımından fevral ayı əkizlər üçün əsas mövzu zehni yorğunluq və əsəb sistemidir. Daim düşünmək, plan qurmaq və informasiya axını sizi yora bilər. Baş ağrıları, yuxusuzluq, diqqət dağınıqlığı hiss oluna bilər. Bu ay beyninizi dincəltmək çox vacibdir. Telefonu bir kənara qoymaq, sosial mediadan fasilə vermək, açıq havada gəzmək sizə çox yaxşı təsir edəcək. Nə qədər çox sakitlik yaratsanız, bir o qədər aydın düşünəcəksiniz. Xərçəng. Xərçənglər, fevral ayı sizin üçün emosional baxımdan dərin, hisslərin daha güclü yaşandığı və daxili dünyanızın ön plana çıxdığı bir dövrdür. Bu ay siz sanki öz içinizə daha çox dönür, başqalarının dediklərindən çox öz hisslərinizə qulaq asırsınız. Keçmiş xatirələr, yarımçıq qalan duyğular və uzun zamandır içinizdə saxladığınız sözlər fevral boyunca tez-tez xatırlana bilər. Bu proses sizi zəiflətmək üçün yox, daxildə təmizləmək üçündür.
Ay ərzində bəzən özünüzü həssas, kövrək və tez təsirlənən hiss edə bilərsiniz. Kiçik bir söz, adi bir davranış sizi dərindən təsirləndirə bilər. Amma unutmayın, bu zəiflik deyil. Bu, sizin güclü intuisiya və dərin empatiya qabiliyyətinizin göstəricisidir. Fevral ayı sizə hisslərinizi inkar etməməyi, amma onların sizi idarə etməsinə də icazə verməməyi öyrədir. İş və karyera. Fevral ayı xərçənglər üçün iş həyatında səssiz, lakin məsuliyyətli bir dövr olacaq. Siz bu ay diqqət mərkəzində olmaqdan çox, işin arxa planında qalaraq hər şeyi yoluna qoymağa çalışacaqsınız. Bu isə rəhbərlik tərəfindən dərhal fərq edilməsə belə zamanla qiymətləndiriləcək. Ayın əvvəlində işlə bağlı emosional yüklənmə ola bilər. Bir iş yoldaşının davranışı və ya rəhbərliyin münasibəti sizi düşündürə bilər. Bəzən özünüzü dəyərsiz hiss edə bilərsiniz. Amma unutmayın, hər kəs hisslərinizi görmək məcburiyyətində deyil. Sizin əməyiniz danışacaq. Fevral ayının ortalarına doğru daha aydın və rahat bir iş rejimi formalaşa bilər. Əgər yeni iş təklifi və ya layihə gündəmə gələrsə, bu təklifin sizə emosional rahatlıq verib-vermədiyinə diqqət edin. Yalnız maddi qazanc deyil, daxili komfort da bu ay sizin üçün önəmlidir. Maliyyə. Maliyyə baxımından fevral ayı xərçənglər üçün orta səviyyədə, amma emosional qərarlara açıq bir dövrdür. Pul xərcləyərkən hissləriniz ön plana çıxa bilər. Kimsəyə kömək etmək, ailə üzvləri üçün əlavə xərc çıxarmaq ya da özünüzü yaxşı hiss etmək üçün alışlar etmək istəyə bilərsiniz. Bu ay maliyyə qərarlarını verərkən özünüzə sual verin: mən bunu ehtiyac üçün edirəm, yoxsa hisslərimi sakitləşdirmək üçün? Bu fərqi ayırt edə bilsəniz, fevral ayı maliyyə baxımından sizi yormaz. Ayın sonuna doğru xərclərə yenidən baxmaq və planlama etmək faydalı olacaq. Sevgi və münasibətlər. Sevgi həyatında fevral ayı xərçənglər üçün emosional yaxınlıq və təhlükəsizlik ehtiyacının artdığı bir dövrdür. Münasibətdə olan xərçənglər partnyorlarından daha çox diqqət, anlayış və qayğı gözləyəcəklər. Kiçik laqeydliklər belə sizi incidə bilər. Amma çox vaxt qarşı tərəf bunun fərqində olmur. Bu ay açıq danışmaq çox vacibdir. Mənə bu lazımdır, mən belə hiss edirəm demək münasibətləri gücləndirəcək. Susmaq sizi qorusa da münasibəti zəiflədir. Fevral ayı incimək yox, anlamaq ayıdır. Subay xərçənglər üçün fevral ayı nostalji hisslər gətirə bilər. Keçmişdən biri yenidən gündəmə gələ bilər və ya köhnə xatirələr sizi düşündürə bilər. Amma keçmişi idealizə etməyin. Hər şey bitibsə, bir səbəbi var, yeni tanışlıqlarda isə emosional bağlanmağa tələsməyin. Ailə və sosial mühit. Ailə xərçənglər üçün hər zaman önəmlidir və fevral ayında bu mövzu daha da güclənir. Valideynlər, övladlar və evlə bağlı məsələlər sizin əsas diqqət mərkəzinizdə ola bilər. Bəzən özünüzü hər kəs üçün məsul hiss edə bilərsiniz. Amma unutmayın, siz hər kəsi xilas edə bilməzsiniz. Dost mühitində isə daha sakit, seçici olacaqsınız. Hamı ilə hər şeyi paylaşmaq istəməyəcəksiniz. Sizi anlayan, dinləyən insanlarla olmaq bu ay sizə daha çox rahatlıq verəcək. Sağlamlıq. Sağlamlıq baxımından fevral ayı xərçənglər üçün əsas mövzu emosional sağlamlıqdır. Stres, narahatlıq və içində saxladığınız hisslər bədəninizdə gərginlik yarada bilər. Mədə, sinə nahiyəsi və yuxu problemlərinə diqqət edin. Bu ay su ilə əlaqə, isti duşlar, sakit musiqi, ev mühiti və rahatlıq sizin üçün şəfa olacaq. Özünüzə qayğı göstərmək egoizm deyil, ehtiyacdır. Şirlər, fevral ayı sizin üçün güc, özünüdərk və münasibətlərdə balans ayıdır. Bu ay sanki həyat sizi bir addım geri çəkir ki, özünüzə yuxarıdan baxa biləsiniz. Siz parlaq, diqqət çəkən və lider ruhlusunuz, amma fevral ayı sizə yalnız səhnədə olmağı yox, səhnənin arxasında baş verənləri də görməyi öyrədir. Bu ay öz dəyərinizi başqalarının reaksiyalarına görə deyil, öz daxili hisslərinizə görə ölçməyi öyrənirsiniz. Ay ərzində bəzən özünüzü çox güclü, inamlı və motivasiyalı hiss edəcəksiniz, bəzən isə mən kifayət qədər qiymətləndirilirəmmi sualı beyninizdə dolaşacaq. Bu sual sizi zəiflətmək üçün yox, daxili dayaqlarınızı möhkəmləndirmək üçün ortaya çıxır. Fevral sizə göstərir ki, əsl güc təkcə alqışlarda deyil, sakit qaldığınız anlarda da özünüzə inanmaqdır.
Fevral ayı şirlər üçün iş həyatında liderlik dərsləri ilə dolu bir dövrdür. Sizdən bu ay istiqamət göstərmək, məsuliyyət almaq, bəzən də çətin qərarlar vermək tələb oluna bilər. Amma bu qərarları emosiyalarla yox, strateji düşüncə ilə vermək vacibdir. Ayın əvvəlində iş mühitində gərginlik hiss oluna bilər. Bir həmkarın münasibəti, rəhbərliyin tələbi və ya gözlənilməz dəyişiklik sizi əsəbləşdirə bilər. Siz haqlı olduğunuzu düşünəcəksiniz və bunu sübut etmək istəyəcəksiniz. Amma fevral ayı sizə deyir, hər mübahisəni qazanmaq lazım deyil. Bəzən səssiz qalmaq daha güclü mövqedir. Ayın ortalarına doğru isə vəziyyət dəyişir. Sizin bacarıqlarınız, təcrübəniz və liderlik keyfiyyətləriniz daha aydın görünməyə başlayacaq. Təqdimatlar, çıxışlar, görüşlər və vacib söhbətlər üçün uyğun zamandır. Əgər uzun müddətdir gözlədiyiniz bir tanınma, təşəkkür və ya təklif varsa, fevralın ikinci yarısında bununla bağlı işarələr ala bilərsiniz. Maliyyə baxımından fevral ayı şirlər üçün özünü nəzarətdə saxlamağı tələb edən bir dövrdür. Gəlirlər stabil ola bilər, amma xərclər artmağa meyillidir. Xüsusilə status, görünüş, keyfiyyət və komfortla bağlı alışlar sizi cəlb edəcək. Siz gözəlliyi və keyfiyyəti sevirsiniz, amma bu ay istəklə ehtiyac ayırmaq vacibdir. Fevral ayı maliyyə planı qurmaq, gələcək məqsədlər üçün yığım etmək baxımından çox uyğundur. Ayın sonunda özünüzə təşəkkür edəcəksiniz ki, hər istədiyinizi dərhal almamısınız. Sevgi həyatında fevral ayı şirlər üçün ehtiras, qürur və həssaslığın qarışdığı bir dövrdür. Münasibətdə olan şirlər diqqət, sevgi və dəyər görmək istəyəcəklər. Əgər bunu hiss etməsələr, inciklik yarana bilər və bu inciklik bəzən sərt sözlərə çevrilə bilər. Bu ay münasibətlərdə əsas dərs, qüruru bir kənara qoyub ürəklə danışmaqdır. Mənə bu lazımdır, mən belə hiss edirəm demək sizi zəif göstərməz, əksinə münasibəti gücləndirər. Partnyorunuz sizi sevir, sadəcə hər zaman sizin gözlədiyiniz formada göstərməyə bilər. Subay şirlər üçün fevral ayı çox diqqət çəkən ola bilər. Harada olsanız, baxışlar üzərinizdə olacaq. Amma bu ay siz daha seçici olacaqsınız. Sizi yalnız tərifləyən yox, sizi həqiqətən anlayan insanlar maraqlandıracaq. Ailə daxilində fevral ayı şirlər üçün məsuliyyət və liderlik mövzusunu gündəmə gətirir. Sizdən kimsə yol göstərməyi, qərar verməyi və ya dəstək olmağı xahiş edə bilər. Siz bunu bacarırsınız, amma unutmayın, hər yükü tək başına daşımaq məcburiyyətində deyilsiniz. Dost çevrəsində isə fevral ayı bir növ filtr rolunu oynayır. Kim həqiqətən yanınızdadır, kim sadəcə sizi istifadə edir, bu ay bunu daha aydın görəcəksiniz. Az, amma keyfiyyətli münasibətlər sizə daha çox rahatlıq verəcək. Sağlamlıq baxımından fevral ayı şirlər üçün əsas mövzu enerji və stres balansıdır. Ayın bəzi günlərində özünüzü çox güclü hiss edəcəksiniz, bəzi günlərdə isə ani yorğunluq və halsızlıq yarana bilər. Bu, bədənin sizə verdiyi siqnaldır. Ürək, bel və onurğa nahiyəsinə diqqət yetirin. Həddindən artıq yüklənmək əvəzinə ritmi düzgün bölmək vacibdir. Günəşin təsiri altında olan şirlər üçün gün işığı, açıq hava və hərəkət çox faydalıdır. Qızlar, fevral ayı sizin üçün düzən, məsuliyyət və daxili rahatlıq axtarışı ilə keçən bir dövrdür. Bu ay siz sanki həyatınızı xırdalıqlarına qədər gözdən keçirir, nəyin işlədiyini, nəyin isə artıq sizi yorduğunu anlamağa çalışırsınız. Siz detalları görən, analiz edən və sistemi sevən bir bürcüsünüz, fevral isə bu xüsusiyyətlərinizi daha da gücləndirir. Amma ayın əsas dərsi budur, hər şeyi nəzarətdə saxlamaq mümkün deyil və bəzən buraxmaq rahatladır. Ay ərzində düşüncələriniz çox aktiv olacaq. Eyni mövzu ətrafında dəfələrlə fikirləşə, bunu başqa cür etsəydim nə olardı, sualını özünüzə tez-tez verə bilərsiniz. Bu ay beyniniz çox işləyir, ona görə də zehni yorğunluq hiss oluna bilər. Fevral sizə yalnız işləməyi yox, dayanıb nəfəs almağı da öyrədir. Fevral ayı qızlar üçün iş həyatında intizamlı, lakin tələbkar bir dövrdür. Siz bu ay üzərinizə düşən işləri məsuliyyətlə yerinə yetirəcək, hətta başqalarının görmədiyi detalları belə yoluna qoyacaqsınız. Bu isə sizi kollektivdə əvəz olunmaz edir. Ayın əvvəlində iş yükü arta bilər. Sizdən əlavə məsuliyyət istənilə, kimsə sizin səbrinizdən və dəqiqliyinizdən yararlanmaq istəyə bilər. Burada diqqətli olun, hər bacarıram dediyiniz iş sizə aid olmaya bilər.
Fevral ayı yox deməyi öyrənmək üçün yaxşı zamandır. Ayın ortalarına doğru işlə bağlı bir məsələ aydınlaşa, uzun müddətdir sizi düşündürən bir mövzu həllini tapa bilər. Planlama, sənədlər, hesablamalar, analiz tələb edən işlər üçün çox uyğun dövrdür. Səssiz əməyiniz gec-tez qiymətləndiriləcək. Maliyyə baxımından fevral ayı qızlar üçün ehtiyatlı və planlı bir dövrdür. Siz bu ay xərclərə xüsusi diqqət edəcək, lazımsız alışlardan qaçmağa çalışacaqsınız. Büdcə planı qurmaq, borcları qaydaya salmaq və gələcək üçün yığım etmək baxımından fevral çox əlverişlidir. Bəzən özünüzə xəsis davrandığınızı hiss edə bilərsiniz. Amma unutmayın, özünüzü tam sıxmaq da düzgün deyil. Bu ay balans vacibdir, nə israf, nə də həddindən artıq qənaət. Sevgi həyatında fevral ayı qızlar üçün sakit, dərin və düşüncəli bir dövrdür. Münasibətdə olan qızlar partnyorlarını daha çox analiz edə bilərlər. Onun davranışlarını, sözlərini, gələcək planlarını ölçüb biçəcəksiniz. Bu, münasibəti qorumaq istədiyiniz üçün baş verir. Amma diqqətli olun, hər şeyi analiz etmək hissləri kölgədə qoya bilər. Bəzən sadəcə hiss etmək lazımdır, ölçmək yox. Fevral ayı açıq, səmimi və sakit söhbətlər üçün çox uyğundur. İçinizdə saxladıqlarınızı yumşaq şəkildə dilə gətirsəniz, münasibət daha da möhkəmlənəcək. Subay qızlar üçün fevral ayı ciddi düşüncələr ayıdır. Siz səthi flörtlərdən çox gələcəyi olan tanışlıqlara maraq göstərəcəksiniz. Kimsə sizi intellekti, davranışı və etibarlılığı ilə cəlb edə bilər. Amma yenə də tələsməyəcəksiniz, bu sizin təbiətinizdir. Ailə məsələləri fevral ayında qızlar üçün ön planda ola bilər. Ev, gündəlik qayğılar, valideynlər və yaxın qohumlarla bağlı mövzular sizi məşğul edə bilər. Siz çox vaxt hər kəs üçün həll edən rolunda olursunuz. Amma bu ay özünüzü tam arxa plana atmayın. Dost çevrəsində isə daha seçici olacaqsınız. Boş söhbətlər, mənasız görüşlər sizi yoracaq. Az, amma səmimi insanlar bu ay sizə daha çox rahatlıq verəcək. Sağlamlıq baxımından fevral ayı qızlar üçün əsas mövzu zehni və sinir sisteminin qorunmasıdır. Həddindən artıq düşünmək, özünüzü yükləmək yorğunluq yarada bilər. Mədə-bağırsaq sistemi, yuxu rejimi və stressə diqqət yetirin. Rutin qurmaq, yüngül fiziki hərəkətlər, təmiz hava və gündəlik planlama sizi xeyli rahatladacaq. Bu ay bədəninizlə dost olmağa çalışın, onu daim tənqid etməyin. Tərəzi. Tərəzilər, fevral ayı sizin üçün daxili tarazlığın pozulub yenidən qurulduğu, münasibətlərdə güzgü effekti yaradan və həyatınızda harada özümü itirirəm sualını ortaya çıxaran bir dövrdür. Siz harmoniya, gözəllik və ədalət axtaran bir bürcsünüz. Amma fevral ayı sizə göstərir ki, bəzən bu harmoniya naminə öz istəklərinizi, ehtiyaclarınızı və hətta sərhədlərinizi arxa plana atırsınız. Bu ay həyat sizi biraz silkələyir ki, özünüzü xatırlayasınız. İnsanları incitməmək üçün sustuğunuz, problem olmasın deyə qəbul etdiyiniz, amma daxilən sizi yoran mövzular fevral ayında səthə çıxa bilər. Bu proses narahat edici olsa da çox şəfalıdır. Çünki fevral sizə deyir, əsl balans özünü unutmaqla yaranmır. Ay ərzində tez-tez düşünə bilərsiniz, mən bunu həqiqətən istəyirəm, yoxsa başqaları üçün edirəm? Bu sual fevral ayının əsas mövzusudur. Fevral ayı tərəzilər üçün iş həyatında əməkdaşlıq, tərəfdaşlıq və diplomatik bacarıqların ciddi şəkildə sınaqdan keçdiyi bir dövrdür. Siz bu ay insanlarla ünsiyyətdə körpü rolunu oynaya bilərsiniz. Mübahisəli mövzuların həlli, anlaşmaların bağlanması və komanda işləri üçün çox uyğun zamandır. Ayın əvvəlində işlə bağlı qərarsızlıq hissi arta bilər. İki fərqli yol, iki təklif və ya iki insan arasında qala bilərsiniz. Bu zaman hər kəsi dinləyəcəksiniz, amma öz fikrinizi deməkdə tərəddüd edə bilərsiniz. Fevral sizə öyrədir ki, sakit və mədəni şəkildə mən belə düşünürəm demək konflikt yaratmaz, əksinə hörmət qazandırar. Ayın ortalarına doğru iş mühitində sizin ədalətli yanaşmanız daha çox nəzərə çarpacaq. Kimsə sizin fikrinizə xüsusi olaraq müraciət edə bilər. Bu ay böyük risklərdən çox mövqeni möhkəmləndirmək, ad-san qazanmaq və etibar toplamaq ayıdır. Səssiz, amma davamlı irəliləyiş mümkündür. Maliyyə baxımından fevral ayı tərəzilər üçün zövq və məsuliyyət arasında balans qurma dövrüdür.
Siz gözəlliyi, rahatlığı və estetik detalları sevirsiniz. Bu ay evlə, görünüşlə, geyimlə, dekorasiya ilə bağlı xərclər arta bilər. Bəzən qərarsız qalacaqsınız, almaq yoxsa almamaq. Bu ay maliyyə qərarlarında emosiyalar ön plana çıxa bilər. Xüsusilə özünüzü yaxşı hiss etmək üçün alış-veriş etmək istəyə bilərsiniz. Burada əsas məsələ həddi aşmamaqdır. Fevral ayı büdcəni yenidən gözdən keçirmək, gələcək planlar üçün maliyyə strategiyası qurmaq baxımından çox əlverişlidir. Ayın sonunda maddi baxımdan daha rahat nəfəs aldığınızı hiss edə bilərsiniz. Sevgi həyatında fevral ayı tərəzilər üçün çox güclü güzgü rolunu oynayır. Münasibətdə olan tərəzilər partnyor vasitəsilə özlərini daha yaxşı tanıya bilərlər. Qarşı tərəfin davranışları sizə "mən harada güzəştə gedirəm, harada susuram" suallarını verdirə bilər. Bu ay münasibətlərdə əsas mövzu açıq və dürüst ünsiyyətdir. Susmaq müvəqqəti rahatlıq versə də uzun müddətli narazılıq yarada bilər. Fevral sizə sakit, mədəni və qırmadan danışmağı öyrədir. Duyğularınızı ifadə etdikcə münasibət ya möhkəmlənəcək, ya da həqiqi üzünü göstərəcək. Subay tərəzilər üçün fevral ayı taleyüklü tanışlıqlar gətirə bilər. Bu tanışlıqlar sürətli yox, dərin düşüncələrlə müşayiət olunacaq. Qarşı tərəfin davranışı, danışıq tərzi və dəyərləri sizin üçün çox önəmli olacaq. Bu ay səthi münasibətlər sizi qane etməyəcək. Ailə daxilində fevral ayı tərəzilər üçün məsuliyyət və barışdırıcı rol gətirə bilər. Sizdən kimsə vasitəçi olmağınızı, problemi həll etməyinizi istəyə bilər. Siz bunu bacarırsınız, amma unutmayın, hər ailə problemi sizin üzərinizə düşmür. Bu ay ailə münasibətlərində sərhəd qoymaq mövzusu ön plana çıxa bilər. Sakit şəkildə buraya qədər deməyi öyrənirsiniz. Dost çevrəsində isə fevral ayı təmizləmə dövrüdür. Enerjinizi alan, sizi daim qərarsız qoyan insanlardan uzaqlaşmaq istəyəcəksiniz. Az, amma balanslı münasibətlər bu ay sizə daha çox rahatlıq verəcək. Sağlamlıq baxımından fevral ayı tərəzilər üçün əsas mövzu psixoloji balansdır. Daxili gərginlik bəzən baş ağrıları, boyun-çiyin nahiyəsində ağrılar və yuxu pozuntuları yarada bilər. Bu ay estetik və rahatladan fəaliyyətlər, musiqi, rəsm, gəzinti, təmiz və sakit mühit sizə çox yaxşı təsir edəcək. Bədəniniz qədər ruhunuza da qulluq edin. Əqrəb. Əqrəblər, fevral ayı sizin üçün dərin dəyişikliklərin, daxili transformasiyanın və gizli qalan həqiqətlərin üzə çıxdığı bir dövrdür. Siz onsuz da dərinlik bürcüsünüz, amma bu ay həyat sizi daha da dərinə aparır. Fevral ayı səthi yanaşmaları qəbul etmir, ya hər şey olduğu kimidir, ya da heç yoxdur. Bu ay yarımçıq qalan hisslər, bastırılmış emosiyalar və uzun müddət danışılmayan mövzular birdən-birə gündəmə gələ bilər. Ay ərzində içinizdə güclü hisslər oyanacaq. Bəzən özünüzü çox qətiyyətli, bəzən isə səbəbsiz gərgin hiss edə bilərsiniz. Amma bu gərginlik dağıdıcı deyil, bu dəyişimin enerjisidir. Fevral ayı sizdən qorxmamağı, üzləşməyi və köhnəni buraxmağı tələb edir. Fevral ayı əqrəblər üçün iş həyatında gizli proseslərin açıldığı və güc balansının dəyişdiyi bir dövrdür. Siz bu ay pərdə arxasında gedən prosesləri daha aydın hiss edəcəksiniz. Kimin nə düşündüyünü, kimin hansı məqsədlə hərəkət etdiyini sezəcəksiniz. İntuisiya bu ay sizin ən güclü silahınızdır. Ayın əvvəlində iş mühitində gərginlik yarana bilər. Rəqabət, qısqanclıq və ya nəzarət mövzuları gündəmə gələ bilər. Siz bu vəziyyətdə emosional reaksiya vermək istəyə bilərsiniz, amma fevral ayı sizdən səbir və strateji davranış tələb edir. Hər şeyi dərhal açmaq lazım deyil, vaxt sizin xeyrinizə işləyir. Ayın ortalarına doğru mühüm bir dönüş nöqtəsi yarana bilər. İşlə bağlı bir sirr açıla, bir mövqe dəyişə və ya sizin rolunuz daha da güclənə bilər. Əgər uzun müddətdir bir dəyişiklik planlaşdırırdınızsa, fevral bu planın ilk real addımlarını atmaq üçün uyğun zamandır. Maliyyə baxımından fevral ayı əqrəblər üçün yenidən qurma və nəzarət dövrüdür. Gəlir və xərclərlə bağlı daha dərindən düşünəcək, pulun həyatınızdakı yerini sorğulayacaqsınız. Borclar, ortaq maliyyə məsələləri və ya gizli xərclər gündəmə gələ bilər. Bu ay maliyyə məsələlərində dürüstlük çox vacibdir, həm özünüzə, həm də başqalarına qarşı.
Fevral ayı maliyyə baxımından riskli addımlar yox, mövcud vəziyyəti təmizləmək və sağlam sistem qurmaq ayıdır. Ayın sonuna doğru maddi baxımdan yüngülləşmə hiss edə bilərsiniz. Sevgi həyatında fevral ayı əqrəblər üçün son dərəcə intensiv və həqiqətlə dolu bir dövrdür. Siz yarımçıq münasibətləri qəbul etmirsiniz və fevral ayı bunu daha da kəskinləşdirir. Münasibətdə olan əqrəblər üçün bu ayya bağlar daha da möhkəmlənəcək ya da gizli problemlər açılacaq. Qısqanclıq, güvən və nəzarət mövzuları ön plana çıxa bilər. Özünüzə sual verin, mən sevirəm, yoxsa idarə etmək istəyirəm? Bu ay münasibətlərdə səmimi və açıq olmaq hər şeyi dəyişə bilər. Subay əqrəblər üçün fevral ayı maqnetik təsir gətirir. Siz cazibədarsınız və bunu hər kəs hiss edir. Amma bu ay sizi hər kəs yox, sizi dərinlikdə anlayan biri maraqlandıracaq. Qısa macəralar yerini ciddi düşüncələrə verə bilər. Ailə münasibətlərində fevral ayı əqrəblər üçün köhnə mövzuların yenidən açıldığı bir dövr ola bilər. Uzun müddət susulan məsələlər danışılmaq istəyə bilər. Bu söhbətlər çətin olsa da şəfalıdır. Hər şeyi içinizdə saxlamaq sizi yorar. Dost çevrəsində isə fevral ayı seleksiya dövrüdür. Kim həqiqətən yanınızdadır, kim isə yalnız marağı üçün, bu ay bunu aydın görəcəksiniz. Saxta münasibətlər öz-özünə həyatınızdan çıxacaq. Sağlamlıq baxımından fevral ayı əqrəblər üçün əsas mövzu enerji balansı və daxili təmizlənmədir. Stressi içinizdə saxlamaq immun sisteminə təsir edə bilər. Hormonal balans, reproduktiv sistem və sinir sistemi diqqət tələb edir. Bu ay detoks, istirahət, su ilə əlaqə və tək qalmaq sizə çox yaxşı təsir edəcək. Özünüzə qarşı dürüst olun və bədəninizi dinləyin. Oxatan. Oxatanlar, fevral ayı sizin üçün düşüncə tərzinizin dəyişdiyi, baxış bucağınızın genişləndiyi və daxili azadlıq anlayışınızın yenidən formalaşdığı bir dövrdür. Siz hər zaman irəli baxan, ümidlə yaşayan və həyatı bir macəra kimi görən bürcsünüz. Amma fevral ayı sizə deyir ki, bəzən ən böyük səyahət insanın öz içinə etdiyi səyahətdir. Bu ay sizi dayandırmaq üçün yox, istiqaməti düzgün seçməyiniz üçün yavaşladır. Ay ərzində özünüzü bəzən çox enerjili, ideyalarla dolu, bəzən isə səbirsiz və narahat hiss edə bilərsiniz. Hər şey tez olsun, dərhal nəticə görmək istəyəcəksiniz. Amma fevral sizə öyrədir ki, bəzi nəticələr yalnız səbrlə gəlir. Bu ay qaçmaq yox, anlamaq ayıdır. Daxilinizdə daha çoxu olmalıdır, hissi güclənə bilər. Bu, narazılıq deyil, bu inkişaf çağırışıdır. Sadəcə bu çağırışı düzgün oxumaq lazımdır. Fevral ayı oxatanlar üçün iş həyatında sual dolu, amma istiqamət verici bir dövrdür. Siz bu ay işinizə, gördüyünüz işin mənasına və gələcək perspektivinə daha çox fokuslanacaqsınız. Mən buradayam, amma hara gedirəm, sualı sizi tez-tez düşündürə bilər. Ayın əvvəlində diqqətiniz dağınıq ola bilər. Bir neçə plan, bir neçə ideya eyni anda beyninizdə fırlana bilər. Bu isə sizi yoracaq. Fevral ayı sizə prioritetləri seçməyi öyrədir. Hər ideya dərhal həyata keçməlidir deyə bir qayda yoxdur. Ayın ortalarına doğru zehni aydınlaşma başlayır. Hansı istiqamətin sizi daha çox inkişaf etdirdiyini, hansının isə sadəcə vaxt aldığını daha aydın görəcəksiniz. Əgər təhsil, xaric, media, hüquq, nəşriyyat, səyahət və ya onlayn sahələrlə bağlı planlarınız varsa, fevral bu planların təməlini atmaq üçün çox uyğundur. Rəhbərlik və ya iş mühitində sizin fikirlərinizə daha çox qulaq asıla bilər. Amma bunu qazanmaq üçün səbr və ardıcıllıq lazımdır. Maliyyə baxımından fevral ayı oxatanlar üçün risklə məsuliyyət arasında balans qurmaq dövrüdür. Siz pulun sizi məhdudlaşdırmasını sevmirsiniz, amma bu ay pul məsələləri sizi biraz daha ciddi düşünməyə vadar edəcək. Ani xərclər, plansız alışlar və emosional qərarlar sonradan peşmanlıq yarada bilər. Xüsusilə səyahət, texnologiya və təhsil xərcləri arta bilər. Bunlar faydalıdır, amma ölçü vacibdir. Fevral ayı maliyyə planı qurmaq, gələcək aylar üçün strategiya hazırlamaq baxımından çox yaxşıdır. Ayın sonuna doğru pul mövzularına daha real və yetkin yanaşdığınızı hiss edəcəksiniz. Sevgi həyatında fevral ayı oxatanlar üçün çox önəmli bir aydınlaşma dövrüdür. Siz münasibətdə özünüzü azad hiss etməlisiniz.
Əgər bu azadlıq yoxdursa, fevral ayı bunu açıq şəkildə hiss etdirəcək. Münasibətdə olan oxatanlar üçün bu ay mən kiməm bu münasibətdə sualı ön plana çıxır. Sizi boğan, məhdudlaşdıran mövzular varsa artıq susmaq istəməyəcəksiniz. Açıq, dürüst və səmimi danışmaq münasibəti ya gücləndirəcək, ya da həqiqi üzünü göstərəcək. Subay oxatanlar üçün fevral ayı maraqlı və düşündürücü tanışlıqlar gətirə bilər. Bu insanlar sizə yeni baxış bucaqları qazandıra bilər. Amma bu ay siz yalnız flört yox, intellektual və ruhsal bağ axtaracaqsınız. Keçmişdən biri yenidən gündəmə gələ bilər. Amma sual budur, o insan sizin indiki versiyanıza uyğundurmu? Ailə münasibətlərində fevral ayı oxatanlar üçün bəzən məsafə ehtiyacı yarada bilər. Siz tək qalmaq, düşünmək və öz dünyanıza çəkilmək istəyə bilərsiniz. Bu, soyuqluq deyil, daxili yenilənmədir. Dost çevrəsində isə fevral ayı fikir mübadiləsi və ünsiyyət baxımından aktivdir. Yeni insanlar, maraqlı söhbətlər və fərqli düşüncələr sizi canlandıra bilər. Amma hər kəslə hər şeyi paylaşmaq məcburiyyətində deyilsiniz. Sağlamlıq baxımından fevral ayı oxatanlar üçün əsas mövzu həyat ritmini düzgün qurmaqdır. Siz ya həddindən artıq aktiv olursunuz, ya da tam dayanırsınız. Bu ay balans tapmaq vacibdir. Ayaq, bud nahiyəsi, bel və sinir sisteminə diqqət yetirin. Açıq hava, yüngül idman, gəzinti və nəfəs məşqləri sizə çox yaxşı təsir edəcək. Amma bədəninizi yormayın, istirahət də inkişafın bir hissəsidir. Oğlaq. Oğlaqlar, fevral ayı sizin üçün məsuliyyət, möhkəmlənmə və səssiz, amma dərin dəyişikliklər ayıdır. Siz həyatınızı addım-addım quran, tələsmədən, amma möhkəm irəliləyən bir bürcsünüz. Fevral ayı da məhz bu xüsusiyyətlərinizi ön plana çıxarır. Bu ay böyük sözlərdən çox, böyük nəticələr gətirən sakit qərarlarla yadda qalacaq. Ay ərzində sizdən daha çox səbr, diqqət və davamlılıq tələb olunacaq. Bəzən ətrafınızdakı insanlar tələsəcək, emosional qərarlar verəcək, amma siz hələ düşünmə mərhələsində olacaqsınız. Bu, geri qalmaq deyil, bu, düzgün vaxtı gözləməkdir. Fevral ayı sizə öyrədir ki, hər zirvəyə qalxmaq üçün əvvəlcə möhkəm təməl lazımdır. Fevral ayı oğlaqlar üçün iş həyatında çox ciddi və əhəmiyyətli bir dövrdür. Siz bu ay üzərinizə düşən məsuliyyətləri artan şəkildə hiss edə bilərsiniz. Rəhbərlik, iş mühiti və ya ailə biznesi ilə bağlı sizdən konkret nəticələr gözlənilə bilər. Ayın əvvəlində iş yükü artmış kimi görünə bilər. Sizdən əlavə tapşırıqlar istənilər ya da kimsə sizin təcrübənizə güvənərək məsuliyyəti üzərinizə yıxa bilər. Burada diqqətli olun, hər yük sizin daşımalı olduğunuz yük deyil. Amma seçdiyiniz işlər sizi gücləndirəcək. Ayın ortalarına doğru uzun müddətdir davam edən bir layihə ilə bağlı aydınlıq yarana bilər. Gecikmiş nəticələr, səbrlə gözlədiyiniz cavablar nəhayət ortaya çıxa bilər. Fevral ayı ani yüksəlişlər yox, mövqenin möhkəmlənməsi ayıdır. Bu möhkəmlik isə sizi gələcək aylarda daha güclü edəcək. Maliyyə baxımından fevral ayı oğlaqlar üçün təhlükəsizlik və planlama dövrüdür. Siz bu ay pul məsələlərinə daha ciddi yanaşacaq, gələcək üçün real hesablamalar aparacaqsınız. Gəlirlər stabil qala bilər, amma xərcləri nəzarətdə saxlamaq vacibdir. Ev, ailə, uzun müddətli öhdəliklər və ya kreditlə bağlı mövzular gündəmə gələ bilər. Bu ay maliyyə riskləri yox, ağıllı strategiyalar sizə qazanc gətirəcək. Fevral ayı büdcəni yenidən qurmaq və uzun müddətli maliyyə təhlükəsizliyi yaratmaq üçün çox uyğundur. Sevgi həyatında fevral ayı oğlaqlar üçün ciddi düşüncələr ayıdır. Siz münasibətlərə səthi yanaşmırsınız və fevral ayı bunu daha da gücləndirir. Münasibətdə olan oğlaqlar üçün bu ay etibar, məsuliyyət və gələcək planlar mövzusu ön plana çıxır. Bəzən hisslərinizi ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Siz daha çox əməl ilə sevgi göstərirsiniz. Amma fevral ayı sizdən biraz da sözlə ifadə etməyi xahiş edir. Sakit, amma açıq söhbətlər münasibəti daha da möhkəmləndirəcək. Subay oğlaqlar üçün fevral ayı ciddi tanışlıqlar gətirə bilər. Bu ay keçici münasibətlər sizi cəlb etməyəcək. Siz sabitlik, güvən və gələcək vəd edən insanlara daha çox diqqət edəcəksiniz. Ailə münasibətləri fevral ayında oğlaqlar üçün önəmli mövzudur.
Siz ailə daxilində dayaqlardan biri ola bilərsiniz. Kimsə sizdən məsləhət, dəstək və ya qərar gözləyə bilər. Bu rolu bacarırsınız, amma hər şeyi tək başına daşımaq məcburiyyətində deyilsiniz. Dost çevrəsində isə fevral ayı seçicilik gətirir. Sizi anlayan, hörmət edən və real münasibət quran insanlarla vaxt keçirmək istəyəcəksiniz. Boş söhbətlər bu ay sizi yoracaq. Sağlamlıq baxımından fevral ayı oğlaqlar üçün əsas mövzu bədənin verdiyi siqnalları dinləməkdir. Siz çox dözümlüsünüz, amma bəzən yorğunluğu görməzlikdən gəlirsiniz. Bu ay bel, dizlər, sümüklər və oynaq nahiyəsinə diqqət yetirin. İş və istirahət balansını qorumaq çox vacibdir. Özünüzü həddindən artıq yükləməyin. Dayanmaq bəzən irəliləmək qədər önəmlidir. Dolça. Dolçalar, fevral ayı sizin üçün özünüzü yenidən kəşf etdiyiniz, kimliyinizə yeni ad verdiyiniz və həyatla münasibətinizi dəyişdirdiyiniz bir dövrdür. Bu ay sadəcə hadisələr baş vermir, siz dəyişirsiniz. Düşüncələriniz, baxış bucağınız, insanlara və həyata yanaşmanız fərqli bir səviyyəyə keçir. Siz hər zaman azad düşüncənin, yeniliyin və fərqliliyin simvolu olmusunuz. Amma fevral ayı sizə deyir ki, azadlıq yalnız qaydalardan qaçmaq deyil, öz daxili sistemini qurmaqdır. Bu ay xaosdan düzen yaratmaq ayıdır. Ay ərzində özünüzü bəzən çox güclü, ilhamlı və enerjili, bəzən isə səbəbsiz yorğun, tənha və anlaşılmamış hiss edə bilərsiniz. Bu ziddiyyətlər sizi qorxutmasın. Çünki köhnə mən gedir, yenisi formalaşır. Fevral ayı dolçalar üçün şəxsi kimliklə bağlı böyük suallar gətirir. Siz artıq əvvəlki kimi düşünmürsünüz. Keçmişdə sizi həyəcanlandıran mövzular indi boş görünə bilər. Bu, maraqsızlıq deyil, inkişafdır. Bu ay özünüzə qarşı daha dürüst olursunuz. Kimlərə görə dəyişdiyinizi, kimlər üçün sustuğunuzu və harada özünüzü itirdiyinizi açıq şəkildə görürsünüz. Fevral ayı sizi maskalardan azad edir. Bəzən tək qalmaq istəyəcəksiniz. İnsanlardan uzaqlaşmaq ehtiyacı yaranacaq. Bu qaçış deyil, özünüzü yenidən toplamaqdır. Fevral ayı dolçalar üçün iş həyatında radikal düşüncə dəyişiklikləri gətirir. Siz artıq rutin, mexaniki və ruhunuzu sıxan işlərə dözə bilmirsiniz. Mən bunu niyə edirəm, sualı çox güclənir. Bu ay gözlənilməz təkliflər, fərqli layihələr və ya tamamilə yeni istiqamətlər gündəmə gələ bilər. Amma diqqətli olun, hər yenilik doğru seçim deyil. Fevral ayı sizdən ideyalarınızı sistemə salmağı tələb edir. Texnologiya, innovasiya, elm, sosial layihələr, onlayn platformalar, media və startup sahəsində çalışan dolçalar üçün fevral ayı zehni sıçrayış ayıdır. Amma real plan olmadan atılan addımlar sizi yarı yolda qoya bilər. Ayın sonuna doğru hansı istiqamətdə irəliləməli olduğunuz daha aydın görünəcək. Maliyyə məsələləri fevral ayında dolçalar üçün azadlıq və məsuliyyət arasında sınaqdır. Siz pula bağlanmaq istəmirsiniz, amma pul mövzuları sizi düşünməyə vadar edəcək. Gəlir mənbələrində dəyişikliklər, əlavə qazanc ideyaları və ya alternativ yollar haqqında düşünə bilərsiniz. Amma bu ay riskli investisiyalar, ani qərarlar və emosional xərclər təhlükəlidir. Fevral ayı maliyyəni yenidən strukturlaşdırmaq, borcları gözdən keçirmək və uzun müddətli plan qurmaq üçün çox münasibdir. Az xərcləyib ağıllı planlayan dolçalar ayın sonuna doğru özlərini daha güvənli hiss edəcəklər. Sevgi həyatında fevral ayı dolçalar üçün oyadıcı və bəzən sarsıdıcı ola bilər. Siz münasibətdə özünüz olmalısınız. Əgər qarşınızdakı insan sizi dəyişdirməyə, sıxmağa və ya idarə etməyə çalışırsa, bu ay buna dözməyəcəksiniz. Münasibətdə olan dolçalar üçün fevral ayı açıq danışıq ayıdır. Daxildə yığılan sözlər artıq susmaq istəmir. Bu danışıq münasibəti ya daha sağlam mərhələyə keçirəcək, ya da artıq bitmiş bağları üzə çıxaracaq. Subay dolçalar üçün fevral ayı qeyri-adi, fərqli və düşündürücü tanışlıqlar gətirə bilər. Bu insanlar sizi emosional yox, intellektual və ruhi səviyyədə cəlb edəcək. Amma dərhal bağlanmaq əvəzinə müşahidə edin. Keçmişdən biri qəfil gündəmə gələ bilər. Bu, bağlanmamış bir dərsin tamamlanması üçündür. Ailə münasibətlərində fevral ayı dolçalar üçün öz mövqeyini qorumaq ayıdır.
Siz başqalarının gözləntilərinə uyğun yaşamaq istəmirsiniz. Bu ay yox deməyi öyrənirsiniz. Dost çevrəsində isə ciddi süzgəc işə düşür. Sizi aşağı çəkən, enerjinizi alan insanlar yavaş-yavaş həyatınızdan uzaqlaşa bilər. Bu itki deyil, yüngülləşmədir. Sağlamlıq baxımından fevral ayı dolçalar üçün əsas mövzu zehni yüklənməni azaltmaqdır. Çox düşünmək, informasiyanın bolluğu və daxili gərginlik yorğunluq yarada bilər. Sinir sistemi, qan dövranı, ayaqlar və topuq nahiyəsinə diqqət yetirin. Texnologiyadan fasilə vermək, təbiətdə vaxt keçirmək və nəfəs məşqləri çox faydalıdır. Balıq. Balıqlar, fevral ayı sizin üçün ilin ən güclü və taleyüklü dövrlərindən biridir. Bu ay sanki zaman bir qədər yavaşlayır və siz öz daxili aləminizi daha aydın eşitməyə başlayırsınız. Hissləriniz dərinləşir, intuisiya gücünüz artır və siz artıq sadəcə baş verənləri yaşamırsınız, onların mənasını anlayırsınız. Fevral ayı balıqlar üçün daxili oyanış, ruhi təmizlənmə və köhnə yüklərdən azad olma ayıdır. Uzun müddətdir içinizdə saxladığınız duyğular, bastırılmış hisslər və keçmişlə bağlı mövzular bu ay üzə çıxa bilər. Bu proses ağrılı görünsə də əslində şəfa gətirir. Çünki hər üzə çıxan duyğu sizi azad etmək üçün gəlir. Bu ay susmaq deyil, içini dinləmək ayıdır. Fevral ayı boyunca balıqlar daha çox özünə qapanmaq, tək qalmaq və daxili səslə təmas qurmaq istəyə bilər. Bu hal bəzi insanlara uzaqlaşma kimi görünə bilər, amma əslində bu ruhi balansın bərpasıdır. Keçmişdən gələn xatirələr, yarımçıq qalan münasibətlər və deyilməmiş sözlər tez-tez ağlınıza gələ bilər. Amma bu dəfə siz bu mövzulara daha yetkin və anlayışlı yanaşırsınız. Fevral ayı sizi qurban mövqeyindən çıxarıb müşahidəçi mövqeyinə keçirir. Yuxularınız bu ay çox mesajlı ola bilər. Qulaq asın, bilinçaltınız sizinlə danışır. Fevral ayı balıqlar üçün iş həyatında səssiz, amma çox önəmli dəyişikliklər gətirir. Açıq şəkildə görünən hadisələr az olsa da siz daxilən böyük qərarlar verirsiniz. Bu ay mənim yolum bu yoldurmu sualı ön plana çıxır. Əgər gördüyünüz iş sizi ruhən qane etmirsə, fevral ayı bu uyğunsuzluğu daha kəskin hiss etdirəcək. Bu, dərhal işi buraxmaq demək deyil, amma istiqaməti dəyişmək ehtiyacını göstərir. Yaradıcılıq, incəsənət, musiqi, yazı, psixologiya, yardım və şəfa sahələrində çalışan balıqlar üçün fevral ayı ilham baxımından çox güclüdür. Amma özünüzü tükətməməyə diqqət edin. Maliyyə mövzuları fevral ayında balıqlar üçün diqqət tələb edir. Siz çox verən bir bürçsünüz, amma bu ay öz sərhədlərinizi qorumağı öyrənməlisiniz. Başqalarına maddi və ya mənəvi dəstək verərkən öz ehtiyaclarınızı arxa plana atmayın. Gizli xərclər, plansız ödənişlər və ya borc məsələləri gündəmə gələ bilər. Sakit və realist planlama bu ay sizi qoruyacaq. Fevral ayı maliyyəni nizamlamaq və dəyərinizi anlamaq ayıdır. Sevgi həyatında fevral ayı balıqlar üçün çox dərin və taleyüklü mövzular gətirir. Siz bu ay sadəcə sevilmək yox, anlaşılmaq istəyirsiniz. Münasibətdə olan balıqlar üçün fevral ayı səmimi söhbətlər, emosional yaxınlaşma və ya artıq davam etməyən bağlarla üzləşmə dövrüdür. Susulan həqiqətlər artıq özünü göstərir. Subay balıqlar üçün fevral ayı güclü ruhi bağlar və taleyüklü tanışlıqlar gətirə bilər. Amma idealizmə diqqət edin. Hər güclü hiss uzun müddətli münasibət demək deyil. Keçmişdən biri yenidən ortaya çıxa bilər. Bu, yarımçıq qalan bir duyğunu bağlamaq üçündür. Ailə münasibətlərində fevral ayı balıqlar üçün empati tələb edir. Siz başqalarının hisslərini dərindən duyursunuz. Amma hər emosional yükü öz üzərinizə götürmək məcburiyyətində deyilsiniz. Sosial mühitdə isə daha seçici olacaqsınız. Sakit, dərin və sizi anlayan insanlarla vaxt keçirmək istəyəcəksiniz. Səs-küylü mühitlər bu ay sizi tez yoracaq. Sağlamlıq baxımından fevral ayı balıqlar üçün əsas mövzu enerji balansıdır. Yorğunluq, halsızlıq, emosional dalğalanmalar arta bilər. Yuxu rejiminə, su balansına və istirahətə xüsusi diqqət yetirin. Musiqi, meditasiya, su ilə təmas və təbiət sizi çox tez toparlayacaq.